Həkim deyiləm, amma 2 uşaqla süd vermə təcrübəm var. Bəlkə bu paylaşımım bir ananın yolunu dəyişər. Uşağımın çəkisi az idi, süni qidaya başladım. Birinci oğluma ana südü verirdim, lakin çəkisi az idi deyə həkim süni qida yazdı. Ana südü ilə yanaşı butulkadan süni qida verirdim. Fikrimcə yaxşı iş görürdüm. Amma bilmirdim ki, süni qidanı içmək asandır. Rezin başlıqla içən uşaq ana südünü əmmək istəmirdi. Çünki ana südünü əmmək zəhmət istəyirdi. Çənəsi yorulurdu, tez bezirdi. Əmmədikcə südüm də azaldı. Nəticə nə oldu? Uşaq doymurdu, məcbur qalıb süni qida verirdim. Amma bağırsaq problemi başladı. Günlərlə kaka edə bilmirdi, sancıları olurdu. Gecələr yox, gündüzlər yatırdı, rahat deyildi. 7-8 ayında süni qidanı kəsdim. Bir gün qərar verdim ki, artıq süni qida almıram. Əlavə qida ilə davam etdik. Ev yeməkləri və təbii qidalar. Həm büdcə rahatladı, həm də uşaq yüngülləşdi. İkinci uşağımda nə etdim? Bu dəfə övladım doğulan gündən etibarən onu yalnız ana südü ilə qidalandırdım. Heç bir damla süni qida vermədim. 1 yaş 7 aya qədər yalnız mənim südümlə böyüdü. Heç kimə qarşı çıxmıram, amma mənim təcrübəmdə ana südü qədər dəyərli bir şey olmadı. Əgər sən də süni qida ilə çətinlik yaşayırsansa, bil ki, tək deyilsən. Biz analar öyrənə-öyrənə güclənirik.